Demək, bir də mənim sualım var bu yerdə. O kinoda da o məsələyə toxunulmuşdu. Yəni Nəsiminin Topal Teymurla görüşməsi və o Topal Teymurun deməsi ki, bu dünyanı qorxu idarə edir. Nəsimin də ona çox yaxşı bir cavab olmuşdu, kamil insanla bağlı. Ümumiyyətlə o nə qədər doğrudur? Görüşmə olubmu? Yəni Deyim bir-birlərinə. ki, bunu Nəvai yazıb ki, Hı -hı. Nəvai yazıb ki, Əmir Teymur, Topal Teymur demək Hə, biraz bildim. düz deyil. Teymur Ləng də, Bəli, farslar da Teymur Teymur Ləng. Ləng deyir. Ləng şikəst deməkdir. Axsaq. Əmir Teymur deyil. Əmir Teymur son dərəcə böyük şəxsiyyət idi. Həm çox güclü şəxsiyyət idi. Təsəvvür edin, indiki söhbət Əmir Teymur üstündən gəldi. Mən onun həyatına 2-3 kəlmə deyim. O özü demək bir ərəb uşağını getirmişdi, 12 yaşında ərəb uşağını. İbni Ərəb Şah idi bunun adı. Bu Əmir Teymurun bütün mənaqibini yazıb, həyatını hamısını doğuluşdan ta ölənə qədər. Hətta saatını da yazıb ki, saat neçədə rəhməti getdi. Və nədən rəhməti getdi. Əmir Teymur balaca uşaq olanda, hardasa 7-8 yaşı olanda əmsi ilə qoyun otarırmış. Birdən Əmir Teymur, o vaxt Əmir Teymur deyir ki, əmsini, bax orada dovşan qaçır. Ged onu tut da. Deyir, sən nə danışırsan? Dovşanı neçər tutum? Dovşan saatda 60 kilometr sürətlə qaçır. Canavar saatda 40 kilometr sürətlə qaçır. Hələ qaçsa da heç tuta bilməz dovşanı. Çünki o 20 kilometr daha artıq qaçır. İnsansa normal yerişlə gedəndə 1 saatda 5 kilometr gedir. Sürətlə qaçsa 15 kilometrdən o tərəfə gedə bilmir. İndi idmançılar var, o 20-25 kilometr gedə bilər, qaça bilər. Teymur deyir ki, nə var ki onu tutmağa? Bu saat mən yeyim, onu tutum, gətirim. Qaçır, dovşanı tutub qulaqlardan gətirir gələ. Əmsi baxır, görür ki, bu insanın bacarmadığı bir işi gördü. Paxıllıqdan götürür, bıçaqla onun sağ ayağının damarını kəsir. Ona görə ayağı inkişaf eləmir və axsıyır. Oradan gəlir. Yəni bu qeyri-adi insan idi. Belə yaddaşı unikal idi. Nəsimini oxuyub çox bəyənmişdi. Nəsiminin şeir dilinin sadəliyi, böyük fikirləri asan sözlərlə ifadə eləmək qabiliyyəti. Bu mərhələdə sən ciləyin yar kimin var? Gər var idisən, yox deməzəm. Var, kimin var? Hələ bir söhbət edir sənə. Ritmi də öz yerində, mənası da öz yerində. Deyir, bu zaman ərzində sənin kimin yar var, sənin kimi gözəli var. Əgər desən ki, var, mən etiraz eləmərəm. Varsa kimin var? Yəni, çox qısa sözlə, şeirin içinə böyük enerjini, böyük ruhani enerjini, böyük bilik enerjisini oturda bilmək Nəsimiyə məxsusdur. Ona görə nəhəngdir. Bax, mən bayaqlar dedim ki, 3 qəbir var, 4 qəbir var. O necə olur? Necə olur? Maraqlı sualda, yox. Bunlar öz ruhlarını bədənlərindən çıxarda bilirdilər. Bir. İkincisi, məfhumu hesab olunan böyük qüvvələrlə də bunların kontaktları olurdu.